Jurnalist, siyasi şərhçi Heydər Oğuz, prezident administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı maraqlı iddia irəli sürüb. Qlobal İnfaz xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Stat: Naxçıvan ağsaqqalları mənimlə söhbəti zamanı israrla bildirirdilər ki, Ramiz Mehdiyevin anası onu Naxçıvana qucağında gətirib. Bununla da sanki Mehdiyevin qeyri-məşru evlilikdən törənmiş uşaq olduğuna eyham vururdular. Bu yaxınlarda Ramiz Mehdiyevin adını açıqlamaq istəmədiyim həmkəndlisi ilə söhbətim zamanı adam mənə çox ciddi və inandırıcı məlumatlar verdi. Bildirdiyinə görə, Ramiz Mehdiyev bir çox bioqrafik məlumatlarda yazıldığı kimi heç də Bakıda dünyaya gəlməyib. Şərur rayonunun Qarxun kəndində anadan olub. Qardaşı uşaqları bugün belə o kənddə yaşayır. Onun barəsində bu cür şayələrin yayılması səbəbsiz deyilmiş. İddialara inansaq, 1938-ci ilin aprel ayında anadan olan Ramiz Mehdiyevin atası Ənvər kişi bir ildən sonra səfərbərliyə alınaraq yenicə başlamış Finlandiya SSR müharibəsinə göndərilir. Hansısa səbəbdən ondan uzun illər xəbər alınmır. Yoldaşı bu səbəbdən övladını qucağına alıb başqa yerlərə köçür və oralarda məskunlaşır. Ənvər kişi uzun illərdən sonra vətənə qayıdandan sonra da problemləri bitmir. Sovet hakimiyyəti onun müharibə dövründə düşmənə satıldığından şübhələnirmiş. Və bu səbəbdən bütün qohum əqrabaları qorxularından Ənvər kişi ilə bütün əlaqələrini kəsir. Hətta Ramiz Mehdiyevin özünün də Sovet hakimiyyətinin ağır dövrlərində atası barədə danışmadığı məlum olur. Hakimiyyət pillələrində yüksələ bilsin deyə bir növ ondan imtina eləyirmiş. Naxçıvan şəhərində yaşadığı zamanlar anası ağır xəstəlik keçirir və qısa müddətdən sonra həyatla vidalaşır. Uşaq yaşda yetim qalan Ramiz Mehdiyevin internat məktəblərindən birinə yerləşdirildiyi iddia olunur. Beləcə, valideynlərinin ikisini də müxtəlif səbəblərdən itirən Ramiz Mehdiyevin təlim-tərbiyəsi tamamilə Sovet rejiminin ümidinə qalır. Ramiz Mehdiyevin atası da özü kimi vətənə xəyanətdə şübhəli bilinirmiş. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.